Yeni nəsil stressdir. Hamı özünə gülür. Salam, hörmətli həmkarlar, necəsiniz? Yeyim. Biz o şəraitdə işləmirik. Bu əsəb aclığıdır. Siz oturduğunuz yerdə nəsə yemək istəyirsiniz. Stressdən uzaq durmaq istəyirsinizsə, stressin mənbəyindən uzaq durun. İnsanlar bu arada heç nədən stressə düşürlər. Ofisə gedirlər, isti ofis qışda, sərin ofis yayda və fəhlələr var ki, günün altında çalışırlar və yaxud da qışda soyuqda çalışırlar. Təmizlikçilər var ki, o qar yağan vaxtda əlində süpürgə ilə küçəni süpürürdü. O cür soyuqda ki, mən yarım saatdan sonra barmaqlarımı hiss etmirdim əlcəkdə. Biz o şəraitdə işləmirik, amma biz daha çox stresə giririk. Çünki o sakitcə süpürgəsini götürür, süpürür. Amma bizim stresimiz böyüdür. Bu gülməli gələ bilər bəzi adamlara. Hə, stresiniz böyüdü, ofisdə oturmusunuz. Bu stres yeni nəsil stressdir. Yeni nəsil. Hər şey gözəldir. Hamı özünə gülür. Salam, hörmətli həmkarlar, necəsiniz? Ay, sizi görməyə şad oldum. Təbrik edirəm. Mən sizinlə çox sevindim və s. Əlbəttə ki, bütün komandalar belə deyil, amma yenə də seçici olun ki, bu yeni nəsil stressdən uzaq durasınız. Kimsə deyir ki, mən ofisdə oturaq həyatdan kökəlmişəm. Əlbəttə ki, oturaq həyatdan kökəlmək olar. Əgər siz ofisdə oturursunuzsa, durursunuzsa, yemək yeyib yenə oturursunuzsa, durursunuzsa, avtomobilinizə minib evə gedirsinizsə, evə çatdınız, yenə kresloda və ya divanda oturdunuz, telefon, televizor və yaxud ailənizlə söhbət, sonra durdunuz, yatdınız. Bu oturaq həyatdan kökələ bilərsiniz, bəli. Amma hansısa bir aktivitiniz varsa, gəzirsinizsə, hərəkət edirsiniz, işlərinizin dalıca bəzən piyada gedirsinizsə, siz kökəlməməlisiniz. Çünki bundan başqa sizin yandırdığınız enerji ilə bədəninizə qəbul etmək istədiyiniz enerji bərabər olur. Çünki sizin bədəniniz deyir, istəmirəm yemək. Mən bunu yandırmamışam. Bugün, məsəl üçün, 3 kilometr getmişəm, istəmirəm. Amma siz stressdə, bu yeni nəsil ofis stressində olanda siz oturduğunuz yerdə nəsə yemək istəyirsiniz. Yeyim. Bədən o ötürdüyünüz kaloriləri yandırmağa gücü çatmır, vaxtı çatmır, imkanı çatmır. Amma siz yenə də o aclıq hiss edirsiniz. Bu əsəb aclığıdır, bu stressin aclığıdır. Bilirik ki, qida qəbul edəndə insana bir endorfin daxil olur. Qısa endorfindir ki, aha, həmən əldə etdim şəkərdən. Şəkərdən ən çox olur. Glukoza, biz özümüzü xoşbəxt hiss edirik qısa müddətdə və hər dəfə də onun dozasını artırmalıyıq. Hansısa bir məşq edəndə hər dəfə dozanı artırmamalıyıq ki, xoşbəxt olaq. Eyni miqdarı etsək xoşbəxt oluruq. Amma biz şəkəri qəbul edəndə hər dəfə artırmalıyıq. Çünki artıq orqanizm deyir ki, yox, bu miqdarda mən sırağa gün yemişdim. Artıq ona sevinmirəm, biraz çox ver. Və bir narkotikdə əlbəttə ki, bilirsiniz, ağ ölüm deyirlər şəkərə. Stressdən uzaq durmaq istəyirsinizsə, stressin mənbəyindən uzaq durun. Stressin mənbəyi iş deyil. Stressin mənbəyi insanlardır. Bu dediyim stressin mənbəyi. Nəqliyyatdakı insanlar, ictimai nəqliyyatdakı və yaxud ofisdəki insanlar ətrafınızdır. Ətrafınız sizə böyük təsir göstərir. Özünüzə inamlı olun, strategiyanızı öndən qurun. Hər birinizə gözəl aura, gözəl atmosfer, gözəl energetika arzulayıram. Ətrafınıza gözəl insanları yığın. Sağ olun.